filter metodu nə edir? Filter metodu bir ərəyi götürür və onun içindən bizə yalnız şərtimizə uyğun olan elementləri qaytarır. Yeni bir ərəyin, yeni bir massivin içində. Gəlin baxaq necə. Burada bir constant yaradıram və bunun adı olsun meyvələr və bu da təbii ki bir ərəy olacaq. Bunun içində meyvə adları qeyd edirəm. Alma, armud, banan, yemiş, bir də olsun çiyələk. İndi mən bir dənə ərəy daha yaradacağım. Adı olacaq filtered meyvələr. Və mən istəyirəm ki, bu əрэyin içində bizə qayıtsın meyvələr əрэyindən yalnız içində A hərfi olan meyvələr. Yəni alma, armud, banan qayıtsın, yemiş çiyələk qayıtmasın. Bunun üçün biz filterdən istifadə edəcəyik. Burada yenə yazılışı map kimidir. Meyvələr.filter və bu da bir callback funksiya qəbul eləyəcək. Yenə eyni şəkildə deyirəm ki, meyvələr ərəyinin içindəki hər bir meyvə üçün get filan əməliyyatı icra elə. Hər bir meyvə üçün bizə return elə meyvə.includes A. Nə deyirəm burada? Deməli, filtered meyvələr adlı bir ərəy yaransın və onun içində bizə nə qayıtsın? Meyvələr ərəyi filter olunsun və onun içindən bizə qayıtsın hansı meyvələr? Hansı ki, bu şərti ödəyir. Yəni, içində A hərfi olan meyvələr. Gəlin indi konsola verək. Console log filtered meyvələr. Gördüyünüz kimi, alma, armud, banan içində A hərfi olan meyvələr bizə qayıtdı. Yenə bayaqki kimi burada da biz meyvənin indeksinə çata bilərik. Burada indeks yazıram və burada da yenə konsola verirəm indeksini. Gəlirik, baxırıq. Gördüyünüz kimi meyvələr ərəyindəki hər bir meyvənin indeksi konsola çıxdı və daha sonra da filter olunmuş meyvələr konsola çıxdı. Möhtəşəm.